Bugün Heydər Əliyev mərkəzində yazıcı Elza Şükürovanın rus dilində tərcümə olunmuş Arla Həyat Yorulsa Belə kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə bir çox ictimai xadimlər, yazıçılar, media qurumları, rəhbərləri iştirak ediblər. Tədbirin giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, yazıcı, şairə Nəcibə İlkin Elza Şükürovanın həyatı, yaradıcılığı haqqında ümumi məlumat verib. Salam, hər vaxtınız xeyir olsun, dəyərli qonaqlarımız, xanımlar və beylər, xoş gördük sizi. Öncə istəyirəm Azərbaycanımızın bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını şəhid edən, şəhid oğullarımızın bir dəqiqə sükutla onları yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, yazıcı Kənan Hacı Parla Həyat Yorulsa Belə kitabı haqqında bir neçə söz mövzusunda məruz edərək əsərin bədii məzuniyyətlərindən danışıb. Təşəkkür edirəm. Elza xanıma təşəkkür edirəm ki, bizim cəmiyyətimizdə sağlam cəmiyyətin təməli ailədən başlayır və çox indiki mühitdə, indiki zamanda psixologların kitab yazmasına çox böyük ehtiyac var. Çünki psixologlar cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların birbaşa ünsiyyətdə olurlar və onların problemlərini öyrəndikcə o cəmiyyətin içində olan problemləri bilirlər, öyrənirlər. Bugün Nəcibə xanım çox gözəl qeyd elədi ki, Azərbaycan qadını həddindən artıq yüklənib, belə itkilər də yüklənib. Ailə modeli müxtəlif səbəbləri var. Xüsusən indiki zamanda psixologların belə bir kitab yazmağı, motivasiya xarakteri kitablar yazmağı çox daha ailə problemlərini daha düzgün şəkildə araşdıran bir tədqiqat yapılır. Və bütün psixologların belə bir kitab yazmasına ehtiyac var qeyd edilir. O psixologlarda Elza xanımdan nümunə götürsünlər və təcrübələrini təbrik edirəm. Mərasimdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, prezidenti, təqaüdçüsü, şairə Ülkər Nicatlı Onun bizi bilmədiyimiz tərəfi sanır. Elza xanıma Teşekkür ederim söz verdiğiniz için. Bütün tedbir iştirakçılarımızı salamlayıram. Elza Hanım hakkında çok danışabilirim. Nəcibə xanım buyurduğu kimi biz uşaqlıq illərdən, az yaşlı illərimizdən ailədə dostluq. Mən onun hər addımında əzmini, daxili gücünü görmüşəm. Mən ona arzu edirəm, yaradıcılıq olmalarım. Və bu kitabın belə deyək, ərsəyə gəlməsindən peşəkarlığı sayəsində və məsuliyyətli sayəsində bizim Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair publisist, prezident mükafatçısı Nəcibə xanıma müraciət olunmuşdu. O da çox gözəl bir yüksək səviyyədə kitabı ərsəyə gətirdi. Mən bu kitaba baxıb demək istəyirəm ki, gülümsə qadın, Tanrı üşüyür, sən bütün duyuların and bilirsən qadın. Və istəyərdim ki, bir şeirdə buyur əzəlim. deyim. Əslində bilmirəm, Nəcibə xanım hər zaman bizi danlayıb buna görə. Dəniz gözlüm, mən unut demişdim. Gözün aydın, sətir unutdum. Gördüm səni unutmağa tabı yox, ürəyimi sənə xatir unutdum. Sevgi məni öpməz daha üzündən. Dadı qaçıb ömür adlı bu yolun, götür mənim göz yaşımı nə olar? Öz əlimlə göz yaşını bu yolun. Çatılıb da qaşı sənli günlərin, xatirələr üzün tutub qəhərdən. Bütün dünya ayrılığa yoluxur, sevgi köçüb sən yaşayan şəhərdən. Vaxtın olsa bu yaralı misramın, könlü balıq göz yaşını silərsən. Dəniz gözlüm, məni unut demişdin. Sevmə özü, unutmaq da biləsən. Sevmə özü, unutmaq da biləsən. və tanınmış yazıcı, jurnalist Şərif Kərimli
də kitab haqqında öz dəyərli fikirlərini bölüşərək Çox sağ olun, minnətdaram. Doğrudan da müasir dövrdə belə kitabları yazmaq özü də bir risk tələb edir. Cəsarətli, bəli, həqiqətən də. Bəli. İndi Yazıhanın bu kitabı haqqında danışmamışdım qabaq. Mən nəzərinizə çatdırdım ki, yaxınlarda yeni bir təxminən bu tip bir kitabın mənimdə çıxmalıdır. Mən de biraz gençlərə müraciət edim. Vaxtilə müəllim yaşlı adamlar bilər, Nurəddin Babayev Universitetin Jurnalistik Fakültəsində. sonra çıxış edən kitab müəllifi Elza Şükürova tədbiri iştirakçılarına, gecənin təşkilatçılarına və yaradıcılığını göstərən yüksək diqqət və qayğıya görə hər kəsə dərin minnətdarlığını bildirib.